Salam hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. Yanvar ayının 13-ü saat 11-də kət sürüsü örüşə tərəf gedir. Hava o qədər də soyuq deyil, ancaq qarşıda soyuq havalar bizi gözləyir. -3'lere qədər havanın hərarəti yendi. İndi olar -2. Bu dərəcələr qoyun keçi üçün elə də təhlükəli deyil. Eğer bir yerde dayansız soyuqlayar, hərəkətdə olmalı, davamlı. Çəlimdə dayanmamalıdır. İtlər sürüdən qabaq gedib təpəyə baxdılar, qayıdıblar. Boğuşurlar. 1, 2, 3, 4, 5 dənəsi oradadır. Ola bilər arxada gələn köpəklər də olsun. Sürüdə bugün heyvan azdır, ola bilsin. Heyvanı çox istəyən vətəndaşlar, cəmaət qoyun keçilərin belə havalarda örüşə buraxmasınlar. Eğer yem çox olsa, soyuq havalarda tövlədə saxlayıb heyvanın sağlamlığının qayğısına qalmaq olar. Ancaq 50-100 daha çox heyvan olanlar üçün məsləhət deyil. Bir gün tövlədə qalsa heyvan 5-10 pres yer, o da xeyli dərəcədə ziyan vurar büdcəyə. Deyəsən kəndin bir sürüsü var, əvvəl bir neçə idi. Çox heyvan olanlar bir ittifak olmuşlar, digərləri bir, indi hamı heyvanı azaldıb bir sürü gedir. Saat 11, 12, 4'te de qayıtsa 5 saat ancaq otlayır. Günlər uzanmağa doğru gedir, ancaq axşam tərəfi sazağı olur. Heyvanı soyuq düşmədən geri tövləyə qaytarmaq lazım.